Herkesi salamlayıram dostlar. Sizlər üçün maraqlı bir unboxing videosu çəkmək istəyirəm. Bu dəfəki sifarişlərim Temudandır və bir çox məhsullar sifariş vermişəm. İstəyərdim bu böyük bağlamanı sizinlə birlikdə açaq. Gəlin görək burada nələr var. Burada böyük bir bağlamadır. Bu arada dostlar səyahətə gedəcəyim üçün sırf səyahət məhsulları almışam və bir də işə uyğun geyimlər almışam. Çoxsunu unutdum. Bu arada qeyd olunur ki, Temuda son zamanlarda məhsullar gec gəlir, amma məndə normal gəldi. Yəni hər dəfə 2 həftə ərzində mən məhsullarımı əldə etdim. İndi isə gəlin bir-bir açaq. İlk öncə başlamaq istəyirəm bu ayaqqabılardan. Bunlar belə barmağa keçirilən ayaqqabılardandır. Yəni sırf yayın məhsuludur. Görək necə çıxacaq. Və bunu Hindistanda geyinmək üçün almışam bu arada. Baxın, belə bir ayaqqabıdır. Bunu belə necə şeylim, bu formada eləyim ki, tam belə görə biləsiniz. Baxın belə. Mən 39 ölçü geyinirəm və elə bu da 39 ölçüdür. İnşallah ki, ayağıma olar. Arxası belə rezinlidir. Yəni ayaqdan çıxma ehtimalı yoxdur. Məncə çox gözəl bir modeldir. Daha sonra belə bir kofta sifariş vermişəm. Bu biraz Çin stilindədir. Çindən qayıdandan sonra ümumiyyətlə onların geyimlərinə vurulmuşam. Çox bəyənirəm. Baxın, bu hissəsi belədir. Yəni düyməlidir, bu qabaq hissəsi. Belə bir geyimdir. Çox da uzun deyil əslində. Bu formadadır, ağ rəngdədir. Üzərində kiçik belə güllər var. Çox bəyəndim. İnşallah ki, iç göstərməz. Çünki mənim üçün ən vacib məqamlardan biri odur ki, yəni geyim iç göstərməsin. Daha sonra əvvəl istəyirəm geyimləri göstərək, ondan sonra digər məhsullara keçək. Bu da iş üçün aldığım sadə ağ rəngdə koftadır. Görək necə çıxacaq. Aha, belə. Bunun materialı biraz qalındır dostlar. Deyəsən istəmişəcəm bunu giyinsəm. Baxın, belədir. Qolları da belə valanlıdır. Belə. Bu formada belə qəşəng bir kofta çıxadı. Belə uzaqdan da göstərmək istəyirsinizsə. Belə. Mən çox bəyəndim. Yaraşdı mı? Necədir? Orada ayaqqabını da geyindim, çox rahatdır. Çox bəyəndim bunu. Əsl belə iş qadını. Həm də qalındır, düzdür, elə düşündüm. Amma əyində oturuşu falan çox rahatdır. Tam yaylıqdır. Tam yaylıq. Görək nətədir. Bu necə bir şeydir. Bu sadəcə olaraq kimono stilində olan belə bir geyimdir. Qabağında belə ipləri var. Bu koftanın üstündən düzdür, heç yaxşı görünməyəcək, amma elə-belə də olsa, məncə geyinib sizə göstərə bilərəm ki, yəni bu belə buradan iplə bu tərəfə bağlanır. Bu formada da səhv etmirəmsə, belə olmalıdır. Yəni belə, bu belə bir geyimdir. Yenə də Hindistana özəl bir kepka sifariş vermişəm. Bu kepkanın üzərində Om işarəsi var. Yəni ki, yogadan Om nə olduğunu bilirsiniz. Belə, həmin açaq. Xaki rəngdə belə qəşəng bir kepkadır. Bu arada Hindistanda havalar çox isti keçir və gündən qorunmaq üçün bu cür formada kepkalar məncə yaxşı gedər, geyinmək olar. Baxın sizlər üçün. Belə, burası biraz böyükdürdü, amma olsun. Necədir, üstündə də Om yazılıb. Maraqlı rəngi var, amma materialı belə qəribədir dostlar. Baxın, belə bir ayaqqabıdır. Bu formadadır. Belədir. Belə qəribə qoxusu var. Belə sirkə qoxusu gəlir bundan. Bilməm niyə. Belədir. Məncə ayaqda yaxşı görsənər. Belə. Pis deyil. Bu isə növbəti Hindistan üçün aldığım kofta. Biz hər dəfə Hindistan turunda mütləq şəkildə fillərlə görüşə gedirik. Ona görə də fillərin qəlbinə dəyməyəcəm ki, üzərində fil şəkli olan bir köynək sifariş vermişəm. Kim ki Hindistana getmək istəyir, bu arada Temudan belə məhsullar sifariş edə bilər. Materialını çox da bəyənmədim dostlar, biraz qalın materialı var. Amma buna baxın. Bunun şirinliyinə baxın. Həm rəngi çox qəşəngdir, belə gül qurusu rəngidir. Həm üzərində baxın belə fil şəkli var. Ay Allah. Bu arada dostlar, mən filləri çox sevirəm. Yəni Hindistana getməmişdən qabaq fillər haqqında o qədər də böyük bir təəssüratım yox idi. Yəni bilmirdim ki, onlar necə bir heyvanlardır, yəni insanlar necə davranarlar falan. Amma gördüm ki, həqiqətən fillər çox məsumdular, çox şirindilər. Bu isə məni biraz məyus etdi. Çünki çox böyükdür əynimə və çox uzundur. Yenə də Çin stilində bir kofta sifariş vermişəm. Bunların hamısını iş üçün
səhv eləmişəm. İnşallah ki, geyinəcəm bunları. Bunu bu arada dostlar, arxa hissəsi uzundur, qabaq hissəsi qısadır. Baxın, belə bir modeldə lap belə arxaya gedirəm ki, tam görsənsin. Baxın, belə arxası da uzundur. Arxası belə uzundur. Arxası belə uzun. Qabaq hissəsi bu formadadır. Məncə çox qəşəngdir. Həqiqətən möhtəşəmdir. Dostlar, bu geyimin gözəlliyinə baxın. Şokdayam. Arxasına baxın hələ. Çox qəşəngdir. Hətta ütüsüz belə möhtəşəmdir. Yəni, əsl mən istəyən kimi. Məncə, hər kəs mənim Hindistanı necə çox sevdiyimi bilir. Aldığım hər bir şeydə mütləq Hindistana aid bir ornament, bir bəzək, bir naxış olmalıdır. Bu da dəftərlərdən biridir. Səyahət planlarımı istəyirəm bu dəftərə yazım. Baxaq görək necə bir dəftərdir. Hatta bunu da 5 manata falan almışam. Baxaq. Çox heyecanlandım şu an. Biraz keyfiyyətsizdir dostlar. Çox keyfiyyətsizdir. Baxın. Üzərində Jaipur şəhərinin şəkilləridir. Məsəl üçün City Palace var burada. Hava Mahal var. Oranın bir neçə saraylarının şəkilləri var. Əsas o da qəşəng rənglidir. İçərisi bu formadadır. Nazikdir. Amma yenə də məncə qəşəngdir. Hətta kiməsə hədiyyə vermək olar bunları. Daha sonra yenə də iş üçün bir kofta. Bayaq videonun başlığında deyirəm ki, səyahət üçün almışam. Amma baxıram ki, hamısı iş üçünmüş. Çünki siz niyə? O qədər səyahət üçün məhsul almışam ki, artıq işə giyinəcək heç nəyim yoxdur. Belə, bu nədir? Bu da yenə o bayaq aldığım koftaya oxşayan bir koftadır. Bu formadadır. Rəngi falan çox qəşəngdir məncə. Yəni, əsl işə uyğundur. Sadəcə olaraq bir şey xoşuma gəlmədi ki, bunların düymələri yoxdur. Növbəti bir koftanı sizə göstərmək istəyirəm. Bu nədir? Baxaq. Bunun deməli ipi də var, düşdü yerə amma. Bu da belə qırmızı rəngdə şirin bir koftadır. Belə şirin bir kofta. Çox qəşəngdir. Belə. Dostlar, geyindim bu koftanı. Belədir. Ütüsüzdür, amma məncə yaxşıdır. Bir də sinə hissəsini biraz qapatsaq. Məncə qəşəngdir. Bəyəndim. Bir də bu aralar trend olan belə bir toxunma papaq almışam, amma bunu indi göstərə bilməyəcəm saçımı yığdığım üçün. Bəlkə videonun sonunda ona göstərərəm. Baxaq. Belə. Burada bunun qiymətini bilmirəm dostlar. Amma belədir, baxın. Trend. Mən əslində belə papaqlar heç yaraşmır. Nə yalan deyin, yalandan deyəsə deyirəm ki, hər şey mənə yaraşır. Amma çox sevirəm, bəyənirəm. Arxadan demək olar boş qalır. Bir də ki, misal ağ rəngi məncə düzgün seçmədim. Niyə? Çünki tanani falan yayılacaq. Daha sonra bundan aldım. Ay, bu necə kiçik ölçüymüş. Və belədir dostlar. Çox balacaymış. Mən də ümid edirdim ki, bununla gəzəcəm hər yerdə. Çox keyfiyyətsiz imiş. Bu yəqin bunun batareya yeridir. Baxın, batareya ilə işləyir. Zaryatka ilə işləyən olsaydı daha yaxşı olardı deyə düşünürəm. Şimdi belə hiss olunur ki, zəifdir. Çünki adətən keyfiyyətli olan fənərlərdə, ventilyatorlarda burada məsəl üçün düymələr olur ki, artırmaq, azaltmaq və s. Amma bunda yoxdur. Bilinir ki, zaten keyfiyyətsizdir. Bu arada dostlar, saçlarıma da baxanda bilinir ki, mənim saçlarımda həmişə buradan belə tüklər çıxır, kiçik ölçüdə, kiçik tüklər çıxır. Ona görə də mən belə bir daraqda sifariş verdim. Bu arada gözlərimi belə qaçırıram. Çünki qaçını hara qoyduğumu tapa bilmirəm. Dostlar, qaçını hara qoyduğumu tapa bilmirəm. Minnət mənəm. Hə. Tapdım. Belə. İnşallah ki, bundan saçımı daha səliqəli formaya sala bilərəm. Başqa daraqlar alınmır. Başqa daraqlarla. Ay, bu nətər bir şeydir. Belə bir şeydir. Belə. Misal üçün, bunu sprey vurursunuz, saçınızı bundan darayırsınız belə. Bir blogerdə görmüşdüm, xoşuma gəlmişdi. Sonra nə var burada? Artıq azalmağa doğru gedir. Hə, bir də burada belə bir tatular almışam, kiçik. Bunu da orada Hindistanda belə buruna, alına və s. buralara vurmaq üçündür. Bu da görüm nətər istifadə edəcəm onu. Alıram, amma heç istifadə edəmirəm. Bu nədir? Bu nədir? Bu nədir dostlar? Bu deyəsən şamdır. Buna baxın, necə qəşəngdir. Baxın, yox şam deyil, hə.
Bunlar tütsülərdir dostlar. Baxın belə gözəl rəngarəng tütsülərdir. Mənim tütsü qabım var, belə əl formasında. Onun içinə yandırıb qoyacağam. Onun əlin içindən belə çıxacaq tüstülər. Çox iymiş ha içində. Qəşəng iymiş, bəyəndim. Olar. Daha sonra belə bir aksesuar almışam. Bu da saç aksesuarıdır. Bu da belə. Amma niyə saçımı yığdım? Heç birini göstərə bilməyəcəm indi sizə. Vay vay vay. Neyse bakın böyle bir şeydi dostlar. Burada küçük burun aksesuarlardı. Bunu göstermeyeceğim. Bu kadar dostlar. Axırınızın da göstermeye ehtiyac yoxdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu arada dostlar sizdən bir şey xahiş eləmək istəyirəm ki, yəni səhifəmə abunə olun. Çünki Hindistana gedəndə oradan maraqlı videolar, vloglar çəkmək istəyirəm. Amma izləyici az olanda həvəsim o qədər də olmur. Ona görə də düşünürəm ki, mənə dəstək olsanız yaxşı olar. Həm abunə olun, həm qəşəng rənglər yazın. Misal üçün bunlardan hansıları daha çox bəyəndiniz, alardınız və s. Hələlik.